xalq artisti Ağaxan Abdullayev muğamı sadəcə oxumurdu, onu yaşayırdı. Azərbaycan muğam sənətində öz dəsti xətti, öz nəfəsi ilə seçilən sənətkarlardan biri idi. Uşaqlıqda musiqiyə bağlanan o səs illər sonra bütöv bir xalqın yaddaşına çevrildi. Küçələrə su səpmişəm, Əmircan kəndindən başlayan həyat yolu onu böyük səhnələrə apardı. Asəf Zeynallı adına musiqi məktəbində aldığı təhsil, ustad sənətkarların yanında öyrəndiyi muğam incəlikləri onun sənət taleyini müəyyənləşdirdi. O təkcə xanəndə deyildi, həm də neçə sənətkarın müəllimi, yol göstərən ustadı idi. Ömrünün uzun illərini gənc xanəndələrin yetişməsinə həsr etdi. Səhnədə ciddi görünən Ağaxan Abdullayev həyatda olduqca sadə, mülayim və zarafatçıl insan kimi xatırlanırdı. Dünyanın onlarla ölkəsində Azərbaycan muğamını təqdim etsə də, qəlbi həmişə bu torpağın musiqisi ilə döyündü. Çünki Ağaxan Abdullayev üçün muğam sadəcə sənət deyil, milli ruh idi. Amma həyatın ən ağır notu onun son illərinə yazıldı. Uzun sürən ağır xəstəliklə mübarizə aparsa da sənətdən qopmadı. Hətta oğlunun toyundan cəmi bir neçə gün sonra dünyasını dəyişməsi onu sevənlərin yaddaşında daha böyük bir niskilə çevrildi. Bugün onun səsi hələ də Azərbaycan televiziyasının qızıl fonunda yaşayır. Çünki bəzi sənətkarlar dünyadan köçür, amma səsləri heç vaxt susmur. Heç bilmədim ömrüm necə gəldi, necə getdi. Məşhurdur eşq aləmi bir ruhə qidadır. Vay ol kəsin əhvalına, yarinə cüdadır. Bu eşq-i məhəbbət özü bir sirr xudadır. Gənclikdə ağardan saçını seyyid ağadır. Dünyaya bu şair qoca gəldi, qoca getdi. Heç bilmədim ömrüm necə gəldi, necə getdi.